Psixoloji detoks nədir? Gün ərzində yüzlərlə beynimizdən fikirlər keçir. Davamlı negativ insanlara məruz qalma, bitməyən stres. Səhər oyanırsan, amma görürsən ki, enerjin yoxdur. İnsanlarla danışmaq belə istəmirsən. Hər şey səni sıxır, çünki zehnin artıq dolur. Bir sözlə, insan zehnini yoran, tükəndirən, balansını pozan düşüncə və vərdişlərdən təmizləmə prosesidir. Necə ki, bədən zərərli maddələrdən təmizlənir, psixoloji detoksda ruhu və düşüncəni ağır yüklərdən azad etməyə kömək edir. Bu, bir növ ruhun üzərinə yığılan görünməz tozlardan özünü təmizləməkdir. Yorğunluq tək bədəndə olmur, insan ruhən də yorulur. Bu zaman isə zehnini və ruhunu zəhərləyən şeylərdən uzaqlaşmaq məcburiyyətindəsən. Psixoloji detoks o demək deyil.